Güclü Gürcüstan koalisiyasının liderləri və üzvləri Novruz bayramını Marneuli sakinləri ilə birlikdə qeyd ediblər. Koalisiyanın Marneuli qərargahında keçirilən tədbirdə liderlərdən biri Badri Japaridze, Lana Kaldava və Kvemo Kartel üzrə nümayəndə Aqil Mustafayev iştirak ediblər. Bayram münasibətilə ofisdə bayram süfrəsi açılıb və Novruzun Azərbaycanlıların zəngin maddi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi olduğu vurğulanıb. Bugün buraya gələrək yerliləri Novruz bayramı münasibətilə təbrik etdik və ölkədəki vəziyyəti müzakirə etdik. Aydın məsələdir ki, həm bizə, həm də ölkəmizə müsbət dəyişikliklər lazımdır. Bunun üçün isə ədalətli və azad seçkilər keçirilməlidir. İnsanlar qorxu və təzyiq olmadan öz seçimlərini etdikləri zaman nəticədə həm ölkə daxilində, həm də xaricdə tam dəstəyə malik bir hökumət formalaşacaq. Mən ilk növbədə bütün dünyada yaşayan Azərbaycanlıları, ələxüsusda Gürcüstanda yaşayan Azərbaycanlıları Novruz bayramının gəlməsi münasibətilə bu yeni yazın gəlişi canlanması münasibətilə təbrik etmək istəyirəm. Hər birinizin ailənizdə bu gözəl yeni gün, yeni yazın başlanması bərəkətli və uğurlar gətirsin. Hər birinizi təbrik edirəm əziz Azərbaycanlılar. Və əlbəttə ki, bugün bizim regionda Güclü Gürcüstan Partiyasının liderləri gəldilər. Bugün çox təşəkkürümü bildirmək istəyirəm onlara ki, bizim ən önəmli milli bayramlarımızdan olan Novruz bayramının keçirilməsində bizim bunlar yanımızda oldular, bizi təbrik etdilər və bu da bizim üçün çox sevindirici bir haldır və biz yalnız seçkilərdə deyil, yer zamanda hər zaman çalışırıq ki, əlimizdən gəldiyi qədər xalqın yanında olaq, onların gözəl, yaxşı günlərində və pis günlərində onlarla birlikdə həmrəy olaq. Tədbirdə çıxış edən siyasətçilər Azərbaycanlıları Novruz münasibətilə təbrik edərək onlara uğur, firavanlıq və bolluq arzulayıblar. Güclü Gürcüstan koalisiyasının liderlərindən biri Badri Japaridze Novruz bayramının sülhü, birliyi təcəssüm etdirdiyini vurğulayaraq bu bayramın Gürcüstandakı Azərbaycanlı icmasının mədəni irsində və ölkənin ümumi müxtəlifliyində mühüm rol oynadığını bildirib. Tədbirin sonunda müxalifət liderləri vətəndaşlarla ölkədəki ictimai-siyasi prosesləri müzakirə edib, onların problemlərini dinləyib və gələcək planları barədə fikir mübadiləsi aparıblar. Müxalifət liderləri aktualcının Novruz bayramı ilə bağlı siz hakimiyyətə gəlsəniz, Novruz bayramını Gürcüstanda rəsmi bayramlar siyahısına daxil edəcəksinizmi sualına belə cavab verib. Məqsədimiz odur ki, Novruz bayramı rəsmi bayram kimi qeyd olunsun. Çünki biz bu günü qeyd edən vətəndaşlarımıza hörmət edirik. Açıq şəkildə bildiririk ki, bu həm bizim istəyimiz, həm də tələbimizdir.